Salam, xoş gördük hər birinizi, hörmətli əməkdaşlar. Ümid edirəm hər biriniz yaxşısınız. Ə, Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, dietoloq, nutrisioloqam. Sabira Wellness şirkətində həm təlimçi, həm ekspert kimi çalışıram. Hər kəs bilir ki, hər həftə bizim təlimlərimiz olur və təlimlərimizin də əsas məqsədi məhsulların elmi izahıdır və ən əsası bizə müraciət edən insanlara bu məhsulları necə təhlil etməliyik və onların istifadəsində tərkibində olan aktiv maddələrin nə qədər təbii olduğunu izah etməkdir. Bugünkü mövzumuz diş pastaları olacaqdır. Yəni sağlamlığımızın başlandığı ilk nöqtədən danışacağıq. Bu mövzunu seçməkdə məqsədim ondan ibarətdir ki, çünki insanlar sağlamlığı bəzən olur ki, düzgün dəyərləndirmirlər və sağlamlığımızın ilk başlanğıc nöqtəsi ağız boşluğundan başladığı üçün və insanlar buna çox laqeyd yanaşırlar və hansı səbəblərə gətirdiklərini belə bilmirlər. Bugün təlimdə biz ümumi olaraq bizim sağlamlığımızın başlandığı nöqtədən və ən əsası isə bu ağız boşluğumuzda baş verən proseslərdə, yəni necə bir proseslər baş verir və ən əsası isə Sabira Wellness-də olan təbii diş pastaları bizə necə kömək edir? Bizim ağız boşluğumuzda hansı proseslərin qarşısını alır, onu bir yerdə öyrənəcəyik. Və ən önəmli, biz bu günləri, hətta belə deyim, ağız boşluğumuzun belə uşaqlarla böyüklər arasında fərqi və mənim üçün bu təlimdə olan ən önəmli məqamlardan biri də budur ki, bu haqda inşallah bu təlim boyunca hər birini öyrənəcəyik. Diş pastalarını bəzən insanlar sadəcə ağız qoxusundan təravət gəlsin deyə və yaxud da bir xoş qoxu üçün istifadə edirlər. Yəni hər kəsə aid deyil, amma bəzən əksər insanların istifadə etmək məqsədi bundan ibarətdir. Lakin əlbəttə ki, bu belə deyil. Ağız boşluğu bizim ilk olaraq insanların ümumi sağlamlığının ilk qapısıdır. Çünki ağız boşluğumuzda 1 milyon tüpürcəkdə 1 milyon bakteriya olur. Və əlbəttə ki, bu hər biri bakteriyalar şəkərlə qarışaraq tuş mühit əmələ gətirir. Və bu tuş mühit də istərsəmiz bizim dişlərimizdə olan mina qatını zəiflədir və burada eroziyaların əmələ gəlməsinə gətirir, çıxardır. Və bundan əlavə, yəni mina zədələyəndə diş özünü bərpa edə bilmir, yəni qabiliyyət baxımından çox zəiflədiyi üçün və bu zaman da istər-istəməz bizim diş əti xəstəliklərimiz və bundan sonra qanaxmalar və ağız qoxusu, hətta belə deyim, bunlar belə hətta ürək damar riskini belə artırır. Yəni ilk olaraq, yəni bu təlimə başlamaqda məqsədim, yəni əsas sizə bildirmək istədiyim sistem nədir? Diş pastası gözəllik deyil, bu bizim sistematik bir sağlamlığımızdır və bunu əlbəttə ki, biz düzgün dəyərləndirməliyik. Çünki sağlamlığımız ilk olaraq bizim ağız boşluğumuzdan başlayır. Çünki hətta eşitmisiniz belə, həzm belə bizim ağız boşluğumuzdan başlayır. Yəni ona görə bizim ümumi olaraq ilk sağlamlığımız ağız boşluğumuz olmalıdır və bunu biz düzgün dəyərləndirməliyik. Diş pastası istifadə etməliyikmi? Mütləqdirmi? Əlbəttə ki, çünki diş pastasının özünün bir fizioloji mexanizmi var ki, hansı ki, slaydda da gördüyünüz kimi diş pastası ilk olaraq bizim ağzımızda pH balansını normallaşdırır. Bilirik ki, dəridə, mədədə, hər bir yerdə özünün mikrobiomu var və pH balansı var. Və bu pH balansını normallaşdırmaq üçün və bizim tüpürcək vəzimizdə bakteriyalar olur. Bakteriyalar özləri tuş mühit yaradır və biz bu diş pastalarından istifadə edərək həmin o tuş mühitdə pH balansını normallaşdırırıq. Və sonra nə edir bu diş pastaları? Bizim diş minamızı mineralasiya edir ki, hansı ki bu mineralasiya nə deməkdir? Dişimizin, yəni dolmasıdır. Hansı ki mina zədələndikdə, nəzildikdə onun dolmasıdır və bundan əlavə
diş pastası dişdə olan bakteriyaları, yəni həddindən çox ifraz olunan, çoxalan bakteriyalarını azaldır. Sonra nə edir diş pastası? Diş pastaları ərq və ləkəni yumşaldaraq onu oradan təmizləməyə malikdir. Diş ətini sakitləşdirir. Ümumi olaraq bilirik ki, gecə saatlarında biz daha çox, yəni hər kəs bilir ki, axşam yatanda mütləq diş fırçalanmalıdır. Çünki səbəb ondan ibarətdir ki, gecə bizim tüpürcək vəzimiz azalır və tüpürcək vəzi özü pH olduğu üçün bakteriyaların burada çoxalmasına gətirir, çıxardır. Bu da əlbəttə ki, daha çox 3 dəfə artıq bakteriyanın aktivliyi bizdə orada daha çox bakteriyanın qalmasına gətirir, çıxardır. Bu da bir çox səbəblərə gətirir ki, hansı ki dedim, bu karies ola bilər, diş ətinin zədələnməsi, eroziya, hətta belə qoxunun belə gəlməsi oradan ola bilər. Ağız qoxusunun yaranmasının bir çox səbəbləri var, amma ən öndə olan, yəni dişdə olan bakteriyaların çoxalmasıdır. Hətta səhər yuxudan oyanan belə, düzdür, bunu sırf diş ətindən, diş bakteriyalarıyla bağlamaq düzgün deyil, amma yəni ağız qoxusunun səhərlər insanın ağzından gəlməsinin səbəbi bakteriyaların çoxalmasıdır və əgər biz düzgün diş pastaları, yəni tərkib hissələrinə görə düzgün seçilməyəndə həmin bakteriyalar tüpürcək vəzi azaldığına görə istər-istəməz çoxalır və səhər bizdə o qoxunun yaranmasına gətirir, çıxardır. Uşaqlar və böyüklər üçün pastalar niyə fərqli olmalıdırlar? Bu slaydı valideynlər üçün çox önəmlidir. Yəni valideynlər burada çox diqqətli olmalıdır. Yəni çox müşahidə aparmışam. Yəni dəfələrlə öz yaxınlarımda belə olub ki, yəni bir növ diş pastası alınır, bütün ailə istifadə edir. Lakin bu qətiyyən belə olmamalıdır və hətta görmüsünüz ki, son zamanlarda uşaqlar daha çox stomatoloqlara, diş həkimlərinə müraciət edirlər. Bunların altda yatan səbəblərindən belə düzgün pasta seçimi olmaması, yəni məncunun düzgün seçilməməsidir. Çünki əgər elm inkişaf eləməsəydi, yəni bir növ pasta ixtira edərdilər, lakin bilirik ki, uşaq, böyük, yaşlılarda, yəni bədən funksiyaları fərqli olduğu üçün əlbəttə ki, məhsullar da bölünür. Və burada valideynlərin hər birinə səslənirəm ki, yəni mütləq heç bir zaman böyüklər üçün olan diş pastalarını uşaqlara tövsiyə etməsinlər. Çünki səbəb burada bir çox səbəbləri var ki, çünki bunlarda hələ üst və alt çənə inkişaf edir və bu inkişafda da diş minası çox nəzik olur. Yəni bizdən qat-qat nəzik olur. Və ona görə də bu çox asan zədələnə bilir, aşına bilir. Bir də ən önəmli, bunlar tam başa düşmədikləri üçün pastanı uda bilirlər. Və əgər biz heç pastanın tərkibini bilmiriksə də, bu udma prosesinə çox qalan uşaqlarda əlbəttə ki, burada yəni pastaların tərkibində flor çox olur, florid çox olur. Florid əslində mineraldır. Bəzən o diş minasını möhkəmləmək üçün lazım olan bir mineraldır. Lakin onun çox udulması bədəndə bəzi qalxana bənzər vəzdə dəyişiminə, hormonların dəyişiminə belə gətirir, çıxardır ki, hansı ki, flor bəzən olur ki, yod mineralını çıxardır və ona görə də uşaqlara qətiyyən bu tövsiyə edilmir. Böyüklərdə isə fərqi ondan ibarətdir ki, yəni uşaqlarda dedik mina zəif olur, üst və alt çənə inkişaf edir. Böyüklər daha çox kofein içəcəklərə daha çox üstünlük verdikləri üçün uşaqlara nisbətən və kofein ləkələri hansı ki çaydır, kofedir, bunlar ləkələnmə prosesini şiddətləndirir üçün və ona görə fərqli bir seçim olmalıdır və iltihab riski böyüklərdə daha çox olur və bu iltihab riski də əlbəttə ki, mina çatlarının da daha çox böyüklərdə görülür və bu ona görə də biz ümumiyyətlə elə bir diş pastaları seçməliyik ki, sırf minəyə zərər verməsin və ən önəmli burada həmin o ləkələnmə prosesi varsa da, bu çaydan, kofedən ləkələnmə bir prosesi varsa
olmasa da onun təmizlənməsi baş versin və ən əfsus da iltihab riski bizdə böyüklərdə çox yüksək olduğu üçün biz elə bir tərkiblərə üstünlük verməliyik ki, həmin iltihabi prosesləri aşağı salsın. Uşaqlarda elə bir iltihabi proses olmur. Uşaqlarda ən önəmli bakteriyalar çoxalır və yəni pastanın udma qabiliyyətləri çox olur və ən önəmli isə minaları çox zəif olur. Yəni bizdən qat-qat zəif olur. Və keçək Sabira Wellnessin məhsullarına, yəni pastalarının ümumi fəlsəfəsinə baxdıqda və özünüz də görmüsünüz ki, üzərində 98, 95, 99% təbii mənşəlidir. Yəni tərkibində SLS, florid, hansı ki biraz əvvəl dediyim, peroksid bunlar yoxdur. Əslində bunlar demək olar ki, Ə, əksərən, yəni dünya bazarında nəzər yetirsək, demək olar ki, hardasa bir 70%, 80% pastaların tərkibində bu biz birləşimləri, kimyəvi birləşimləri görürük. Yəni bunların məqsədi ondan ibarətdir ki, SLS, yəni bu nə edir? Yəni bu köpük verir. Əslində sulfat olduğu üçün hansı şampunlarda da olur, bəzi yəni digər təlimlərdə də eşitmisiniz bu kimyəvi birləşməni. Bunun məqsədi orada köpük yaratmaqdır. Yəni insanlar elə başa düşsün ki, hə biz dişimizi fırçalayırıq, bu köpük verir. Yəni çox bir ideal bir pastadır. Florid əslində mineraldır. Bəli, bəzən olmalıdır bu diş pastaları mineral, lakin bu diş minerallarını möhkəmləndirir. Lakin bunun artıqlığı, yəni biz dayanmadan hər gün florid tərkibli diş pastası istifadə etdikdə istər-istəməz burada bizdə florid yüklənməsi baş verir. Bu da bizdə hormonların dəyişməsinə və digər proseslərin oyanmasına gətirir, çıxardır. Və ən önəmli burada peroksiddir ki, peroksid də burada ərp təmizləyici bir maddədir. Yəni dişimizdə olan ərpi təmizləyir, lakin burada minanı zəifləyir. Və hörmətli əməkdaşlar, biz nəyə fikir verməliyik? Biz əsas minamızı qorumalıyıq. Əslində bu kariyesin yaranmasıdır, ümumiyyətlə bu diş ətinin zədələnməsidir və diş ətinin belə qaçmasıdır, qalxmasıdır. Bunlar hər biri mina ilə əlaqədir. Yəni mina zədələnir, mina nəzilir. Və diş minasını nəzildən də bu peroksid tərkibli kimyəvi birləşməlidir. Peroksidin əsas məqsədi dişdə olan ərpi, yəni söküb çıxartmaqdır. Lakin bu kimyəvi olduğu üçün bizim minamıza zərər verir və həddindən artıq bu mina zəifləyəndə də istər-istəməz orada bir elə bir proses yaradır ki, yəni həmin mina nəzildikdən sonra, yəni tez borucuqlar belə açıq olur və həssaslıq başlayır. Bilirik ki, məsəl üçün bəzi insanlarda niyə soyuq içkiyə, isti içkiyə həssaslıq, turşa, qazlı içkilərə həssaslıq yaranır dişlərində. Çünki mina o qədər nəzilib ki, və mina nəzildikdən sonra diş eroziyası baş verir. Hətta bu eroziya mənim öz qızımda belə olmuşdu. Yəni minası o qədər zədələnmişdi ki, yəni 3 dişində eroziya baş vermişdi və eroziyanın qarşısını almaq da həm maddi baxımından belə çox maddiyyat tələb edir. Hətta elə olur ki, onu bərpa etmək mümkün olmur. Bəli, məndə sırf diş pastalarının seçimi ilə əlaqəli deyildi. Ağızda turş mühit çox olduğu üçün, yəni mədə ilə əlaqəli olduğu üçün bu proses baş vermişdi. Lakin yenə də o düzgün pasta seçilməməyi də burada həmin prosesin yaranmasının bir qoludur. Demək, ümumi olaraq biz elə bir məhsullar seçməliyik ki, tərkibində kalsium tərkiblər olsun, bir də ən əsası hidroksiapatitlər olsun. Hidroksiapatit nə deməkdir? Bax, burada gördüyümüz kimi dişin minasının 97%-i bu hidroksiapatitdir, yəni maddədir. 97%-i bu maddədən təşkil olunubdur. Və biz bu maddəni təbii diş pastalarında olan aktiv maddələrlə doldurmalıyıq. Və hansı ki, indi ilərləyən dəqiqələrdə biləcək ki, bu maddə analoqu olaraq hansı bizim Sabira Wellnessin məhsullarında var. Və ümumi olaraq biz dedik ki, uşaqlarda
bu kimyəvi maddələri uda bilirlər və ona görə hal-hazırda Sabira Wellnessdə olan bu kimyəvi tərkiblər olmadığı üçün heç bir təhlükə yaratmır. Hətta belə deyim ki, ümumi olaraq hamilələr də burada çox diqqətli olmalıdırlar. Çünki hamilə qadınlarda hormonların onsuz da dəyişkən olduğu və yəni dalğalandığı üçün bəzi kimyəvi pastalar da təhlükəli sayıla bilər. Və indi isə burada sizə ayrı-ayrılıqda Sabira Wellness-da olan bütün diş pastalarını, diş macunlarının hər birinin aktiv maddələrini izah edəcəm və hansıları biz hansı prosesdə tövsiyə edirik. İlk olaraq demək kalsium, dəniz kalsiumu adlı bir məhsulumuz var ki, bu məhsul həmin dediyimiz minada olan kalsium tərkibində kalsium, dəniz kalsiumu olduğu üçün həmin bu kalsium neyini? Həmin bu kalsium minadakı mikrozədələri doldurur, yəni bərpa edir. Çünki mina nəzildikdə özünü bərpa etmək qabiliyyəti demək olar ki, olmur. Və bunun tərkibində, bu diş pastasının tərkibində isə inci tozu vardı. Bu da yüngül bir cilalama edir ki, yəni aşındırmadan yumşaq şəklində bir cilalama işini yerinə yetirir. Və greypfrut toxuması var. Greypfrut toxumasının da əsas məqsədi burada göbələyə qarşı olan bir qoruyucu funksiyanı yerinə yetirir. Maqnoliyada bilirik ki, iltihab əleyhinədir. Yəni əgər bir ağızda bir eroziya varsa, iltihabi bir proses varsa da maqnoliyada həmin iltihabı aşağı salır. Və kimlərə tövsiyə edərik sualına gəldikdə, əgər bir insan bilir ki, onun minası nəzikdir, yəni nəzik nədir? Yenə izah edirəm. Dişləri çox həssasdır. Yəni bir qazlı içəcək içəndə və yaxud da bir limon yeyəndə bunda həssaslıq başlayır və bu zaman həmin bu dəniz kalsiumu tərkibli diş pastalarını biz tövsiyə edirik. Və yaxud da tez-tez belə dişlərində küt ağrılar varsa da və hamilələr üçün ən təhlükəsiz hesab olunan bir diş pastasıdır. Hansı ki bunu hər birimiz istifadə edə bilərik. Yaş kateqoriyalarına gəldikdə isə, yəni bu məhsuldan danışırıqsa da 12 yaşdan sonra hər bir kəs istifadə edə bilər. Və keçək qaragilə və kömür tərkibli diş pastamız var. Burada kömürün əsas məqsədi ləkələri maqnit kimi çəkmək. Ümumiyyətlə, hətta belə deyim, bəzən olur ki, yəni dermatologiyada kömür ləkələri sormaq üçün bir maqnit kimi bir kimyəvi bir birləşməlidir ki, hansı ki, bəzən olur ki, kremlərin tərkibinə vurulur. Hal-hazırda, yəni Sabira Wellness-də burada kömür tərkibində olan kömür maddəsi əgər bizim dişlərimizdə ləkələr varsa da bunu maqnit kimi çəkmək qabiliyyətinə malikdir. Və ən önəmli burada papayindir. Bəzən olur ki, o sual yarana bilir. Bilirəm ki, hər birinizin ağlınızda bu suallar var ki, məsələn, Sabira Wellness-in diş pastaları çox bahalıdır. Yəni qiymət baxımından bəli, mən hər bir zaman elə birləşmələrin məhsulların tərkib hissəsinə baxıram ki, sırf yəni səcə bu məhsuldan danışırıqsa da qaragilə və bu kömür tərkibli təbii diş pastasından, diş macunundan bunun tərkibində olan ən önəmli aktiv maddə burada papayindir. Papayin meyvədir, bəlkə də eşitmişsiniz. Papayinin ekstratı ümumiyyətlə meyvədən alınaraq onun əsas işi nədir? Yəni məsəl üçün digər pastalarda peroksit var ki, hansı ki bu kimyəvi bir maddədir. Bu da demək dişlərdə olan ərpi tamamilə yumşaldır, çıxardır. Lakin peroksit kimyəvi olduğu üçün minanı zədələyir. Papayin elə deyil. Papayin demək ərplə reaksiyaya girərək onu yumşaq şəkildə oradan çəkir. Yəni ərpi fermentlə həll edərək dişlərimizdən çəkə bilir. Və ən önəmli ksilitol var. Yəni ksilitol digər diş pastalarında da eşitmişsiniz. Hətta indi biraz sonra bu uşaqlar üçün olan
diş pastalarında da eşidə biləcəksiniz və ən önəmli, yəni bizim məhsullarımızın digər məhsullardan qiymət baxımından fərqi olması ondan ibarətdir ki, tərkibindəki olan maddələrə görə. Çünki bizdə ksilitol 10%-dir, digər diş macunlarda 1-2%-dır. Və ksilitolu bunu hörmətli əməkdaşlar çox diqqətlə qulaq asmanızı istəyirəm ki, yəni ə, bizim məhsulların burada ən öndə getməsinin, yəni qiymət baxımından baha olmasının tərkib maddələrinin faizinə görədir. Yəni ilk olaraq, indi digərlərini də deyəcəm. Çünki ksilitol o demək olar ki, hər bir pastalarda var, lakin burada faiz söhbəti çox önəmlidir. Heç elə olur bəzən pastalarda olmur, lakin bizdə 10% olduğu üçün, yəni daha çox burada bakteriyaların qarşısını alır. Ksilitol nədir? Yəni bunu hər bir kəs bilir, yəni eşitmisiniz. Ksilitol şəkərin bir alternatividir. Yəni biz dedik ki, ağzımızda bakteriyalar var və bakteriyalar bizim kariesimizin yaranmasına gətirir. Hansı ki, ksilitol bunun qarşısını alır. Ksilitol təbii şəkərin alternatividir. Yəni biz əgər diş macununda olan 10%lik ksilitollu diş macunundan istifadə ediriksə, burada 10%, yəni təbii ksilitol bizim ağzımıza daxil olur. Və həmin bakteriyalar bu ksilitolu şəkər kimi görürlər. Əslində onlar ksilitolun özü elə bir maddədir ki, yəni alternativ olaraq həmin bu bakteriyalara qarşı bir tələdir. Yəni bakteriyalar, ağzımızda olan bakteriyalar ksilitolu təbii şəkər kimi görərək onlarla başlayır qidalanmağa. Yəni 10% olduğu üçün də, yəni daha çox olduğu üçün də bütün bakteriyalara yetərincə bu ksilitol çatır və qidalanaraq əslində bu alternativ olsa da, yəni bakteriyalar üçün lazım olan şəkər olmadığı üçün bakteriyalar enerjisiz qalır və başlayırlar məhv olmağa. Və məhv olduqda da bakteriyalar istər-istəməz kariesin yaranmasının qarşısını alır. Yəni ona görə burada bizdə daha çox olduğu üçün və bizim kariesin yaranmasının 60%-ni azaldır. Qaragilə bilirik ki, çox güclü antioksidantdır və əgər bir ağzımızda iltihabi bir proses varsa da, diş ətinin toxumaları zədələnibsə də, mütləq bizdə antioksidantlar, maqnoliya kimi ekstraktlar lazımdır ki, iltihabı azaltsın və həmin ağzımızda olan prosesi prosesi sakitləşdirsin. Kimlərə uyğundur sualına gəldikdə, daha çox çay, kofe içən insanlara, yəni kofein qəbul edən insanlara, siqaret çəkən insanlara, çünki bunlar istər-istəməz ərk yaradır. Dişləri sarımtıl olanlar, tez-tez saralanlara, 14 yaşlı yuxarılara hər kəsə olar. Və əgər bir insanın emalı çox nəzikdirsə də, həssasdırsa da bunlara məsəl üçün çox tövsiyə etmirik. Bir də bəzən olur ki, vinirli dişlər olur ki, hansı ki, bəzən olur ki, burada kömür pigmentasiya verir. Bunlara da məsəl üçün tövsiyə etmirik. Bunlar sırf yəni daha çox gündəlik kofe, çay içən insanlara, yəni ləkələnməyə meyilli olan insanlara biz tövsiyə edirik. Bəs sual ola bilər ki, məsəl üçün iki növ diş pastası istifadə edəkmi? Mənim üçün, məsəl üçün bu ən ideal variantdır. Çünki bizə həm dişimizin qidalanması, həm ləkələrdən azad olmaq üçün tərkib hissələri lazımdır və ona görə ki, insanın həyatında, məsəl üçün həyat tərzində 2-3 növ diş pastası olsa daha önəmlidir. Çünki dediyim kimi, həm biz çalışmalıyıq ki, dişimizdə bu ərklər olmasın, həm bakteriyaların sayı azalsın, həm də bizim dişimizdə olan o mineralını qidalandırıb doldurmaq üçün lazım olan aktiv maddələr önəmlidir. Sonra hal-hazırda Sabira Venus'da dağ lavantası tərkibli antibakteriyal bir müdafiə sisteminə uyğun diş pastamız var ki, lavanda çox güclü antibakteriyal bir bitkidir. Bunun əsas məqsədi ağız qoxusuna olan həmin o iyi blokluyur. Çünki lavanda özü antiseptik olduğu üçün həmin bakteriyaların azalması və ağız qoxusunun yaranmasının qarşısını alır. Tərkibində olan kaolin də, hansı ki bu da bir bitki ekstraktıdır. Bu da çox minanı zədələmədən yumşaq bir təmizləmə, bir baxış edir. Aloe burada çox sakitləşdirici
bir prosesdir və ən önəmli burada kalium var. Bu kaliumun əsas işi, yəni hətta belə deyildim ki, digər bundan əvvəl danışdığım diş macunundan, məsəl üçün lavandanın əsas burada fərqli kaliumun olmasıdır. Çünki kalium burada əsas məqsədi həssas diş sinirləri olan insanlarda həmin bu borucuqlar açıq şəkildə olduğu üçün həmin bu sinirləri sakitləşdirir və yəni kaliumdan dolaraq həmin sinirlər sakitləşir. Kimlərə uyğundur isə ağız qoxusu olan insanlara, yəni daha çox ağız qoxusundan sırf bilirik ki, məqsədimiz yəni dişlərdəndir deyə mütləq yəni bu lavandalı tərkibli diş macununu tövsiyə edə bilərsiniz. Diş əti qanayanlara, yəni bunlar çox önəmlidir. Burada çünki sırf məqsəd antiseptik, antibakteriyal olduğu üçün diş əti qanaması da toxumanın zədələnməsidir. Parodontit olanlar, yəni parodontit nədir? Diş ətində toxumanın zədələnməsi deməkdir ki, bu da bir çox səbəblərdən yaranır. Bir məsəl üçün ağız yarasına meyilli insanlar olur ki, çünki bəzən olur ki, bu ağız dodaq ətrafında, dil üstündə bir çox səbəblərdən ağızda yaralar yaranır. Əlbəttə ki, bu mövzumuza aid deyil, yəni daxildə gedən proseslərdən. Hətta belə deyim, qidalanmamızdan belə ağız içində yaranan problemlər var ki, hansı ki, dağ lavantasını tövsiyə edə bilərsiniz. Bəzən olur ki, insanlar belə deyim, hətta çox stresli olan insanlara belə bu lavandanı tövsiyə edə bilərsiniz. Əgər bir insan bilir ki, mənimsə lavandaya qarşı bir həssaslığım varsa da, əlbəttə ki, biz o insanlara tövsiyə edirik, amma bu heç görülməyibdir. Lakin hər bir kəs individualdır. Burada bunu vurğulamaq da çox önəmlidir. Bizim hal-hazırda propolis tərkibli diş macunumuz var. Bunun propolis bilirik ki, çox önəmli bir maddədir ki, hansı ki, propolis həmin ağızda o da bakteriyaların çoxalmasını əngəlləyir və bununla yanaşı iltihabı azaldır. Yəni daha çox ağız yaraları, diş əti qanaması və yaxud da ağız ətrafında bu ağ ərkli, sarı belə yaralar varsa da, yəni orada bir iltihabı bir proses gedirsə və yaxud da ağızda demək olar ki, turş mühit çoxdursa da və mədəsində olan bu reflü, qastrit olan insanlarda turş mühit ağız boşluğuna da sıçradığı üçün burada bir iltihabi bir proses gedir. Və burada propolis tərkibli bizim diş macunumuz bizim köməyimizə çatır ki, çünki həmin bu ağız boşluğunda olan bakteriyaların azalmasına gətirir, çıxardır və ən önəmli orada diş ətinin iltihabını azaldır. Və bundan əlavə bunun tərkibindəki olan mentol da, yəni əlavə olaraq mentol da var. Bu da təmizlik bir təravət bəxş edir. Və bəli, burada dəniz itburnu yağı var ki, bunun da həmin dedik ki, bunu biz kimlərə tövsiyə edirik? Ağızda tez-tez afta çıxan, yəni afta yara deməkdir, amma fərqli səbəblərdən çıxan da ümumi olaraq adı aftadır. Yəni dəniz itburnu yağı da ağızda toxuma zədələndiyi üçün, ağız boşluğunda, diş ətində toxuma zədələndiyi üçün sırf burada yəni propolisdən əlavə dəniz itburnu yağı da həmin toxumaları istər-istəməz bərpa etməyə kömək edir və ona görə də tərkib hissəsinə baxdıqda ümumi olaraq diş macunları hər birinin tərkib hissələri fərqlidir və hər biri də hər bir prosesdə istifadə etmək mümkündür. Kimlərə olmaz? Bəzən olur ki, arı məhsullarına allergiyalı insanlar olur və əlbəttə ki, bu onlara allergiya verə bilər. Bu da ümumi heç görülməyibdir. Yəni mən təlimlərdə belə, araşdırmamda belə görməmişəm ki, propolis tərkibli məsəl üçün macun elə allergik reaksiya yaransın. Lakin ola bilər, yəni bunu da vurğulayıb ki, qeyd edin, ola bilər çox arı məhsullarına qarşı çox həssas insanlar, yəni anadan gəlmə onlara qarşı allergik insanlar olur ki, əlbəttə ki, ola bilər ki, onlar bir allergik reaksiyaları baş qaldırsın. Və keçək ən önəmli çaqa göbələyi tərkibli
pasta var ki, diş macunu var ki, bildiyim qədər də çox yeni gəlibdi və bunu yəni bəli çox eşitmişsiniz ki, çaqa göbələyi çox önəmlidir, antioksidantdır. Lakin mən burada sizə daha dərin məlumatlar verəcəm. Demək, dedik ki, dişin binasının 97%-ını hansı maddə təşkil edir? Hidrosik apatit adlı maddədir. Bu bizim dişimizin 97%-ni təşkil edir. Taqa göbələyi onu analıq kimi görür. Yəni biz əgər çaqa göbələkli tərkibli diş macununla dişimizi fırçalayırıqsa da, əlbəttə ki, o bunu həmin bu maddənin analoqu kimi görür və başlayır diş minasını doldurmağa. Və çaqa burada çox güclü antioksidantdır. Hətta diş ətində olan bir şiş əleyhinə olan bir prosesləri bloklayır. Və çaqa göbələyin burada əslində bir araşdırma apardım. Ümumiyyətlə, yəni hal-hazırda Azərbaycanda bilmirəm, yəni bir qısa bir araşdırma olduğu üçün, lakin yenə yəni maraqlanacağam. Yəni gələn təlimlərdə də bunu sizlə bölüşəcəm. Yəni hal-hazırda görmədim ki, yəni sırf bu göbələk ekstraktı digər məhsullarda var. Məsəl üçün digər dermatoloji məhsullar var ki, bəli, orada çaqa göbələyi istifadə olunur. Çaqa göbələyi demək olar ki, güclü antioksidantdır. Yəni əsas burada, hətta PubMed-də belə çıxdı ki, çaqa göbələyi Himalay duzundan, vitamin C-dən, aloyadan daha güclü, yəni onlardan neçə qat artıq antioksidantdır. Yəni bunun burada diş macununda olması əslində bir tapılmayan möcüzəvi bir məhsul olaraq görməyinizi istərdim. Və çaqa göbələyinin niyə belə möcüzəvi olduğunu, çünki onu almaq, yəni laboratoriyadan onu ekstrakt kimi almaq çox mürəkkəb bir prosesdir ki, hansı ki orada karbon oksid bir birləşmə var ki, onun sayəsində alınır və bilmirəm ki, çox çətin bir proses olduğu üçün, mürəkkəb bir proses olduğu üçün və onu əldə etmək çox çətindir. Və ən əlavə çaqa göbələyini əldə etmək üçün, yəni bu göbələyi biz əldə etmək üçün, məsələn 1 kilo bizə çaqa göbələyi lazımsa da biz 5-7 il gözləməliyik ki, 1 kilo çaqa göbələyi əldə edək. Və ona görə də məsəl üçün bu məhsulların digər məsəl üçün Azərbaycan bazarında və yaxud da market rəflərində gördüyümüz müqayisə etdikdə əsas məqsəd nədir? Yəni bunun tərkibindəki olan maddə qeyri-adi bir maddədir. Yəni bunu əldə etmək çox bir 5 il, 7 il vaxt lazımdır və laboratoriyası da elə bir çətin bir sənaye üsulu ilə alınır ki, və ona görə və bizim məhsulları digər diş macunlarından fərqləndirən əsas ekstraktlar da bunlardır. Kimlərə uyğundur? Məsəl üçün bunları mən bu diş pastasının tərkibinə baxdıqda hər bir kəsə biz tövsiyə edə bilərik. Çünki tərkibində dediyim kimi çaqa, nanə var ki, hansı ki bu da bakteriyanın ağızda yaranan bakteriyaları azaldır. Rozmarin var. Ən əsası toxumanı regenerasiya edir. Yəni toxuma yenilənir. Qısa bir iltihabi prosesdə yəni toxuma zədələnibsə onun yenilənməsi üçün. Axı toxuma özünü yeniləyə bilməlidir. Və rozmarin burada bizə necə kömək edir? Toxumanın yenilənməsini sürətləndirir. Kalium burada dediyimiz kimi həmin o sinirlər, əgər mina nəzilibsə də, sinirlər orada açıq şəkildə boşluqlar varsa da bizdə həssaslıq artır və kalium bura dolaraq həmin həssaslığı aşağı salır. Dişlərində eroziya olanlara, qazlı içki sevənlərə, ümumiyyətlə eroziyadan zədələnmiş dişlərə çox önəmlidir. Və ən əsası da 12 yaşdan sonra hər bir kəs tövsiyə edə bilər. Və biraz əvvəl vurğuladım ki, məsəl üçün kömür tərkiblini vinir dişləri olanlara tövsiyə bəzən etmirik ki, yəni daim tövsiyə etmirik. Məsəl üçün həftədə 1-2 dəfə istifadə edə bilərsiniz. Daim istifadə etsə orada vinirlərdə pigmentasiya ola bilər. Çünki vinirlərdir,
zirkonlardır. Bunlar axı üst qapaqları təbii olaraq mina deyil. Yəni bunların da özünün başqa tərkibləri olduğu üçün, lakin bu çaqa göbələyini, məsələn, kalium tərkibli bunları hər bir kəs, yəni venir dişləri olan, zirkon dişləri olan hər bir kəslər istifadə edə bilər. Keçək ən önəmli uşaq diş pastaları xüsusi olmasıdır ki, hansı ki Sabira Venice'də hal-hazırda iki növ diş pastamız var ki, biz bunları uşaqlara tövsiyə edirik. Çünki dediyim kimi uşaqlar çox başa düşmürlər diş yumaları qaydalarını, hətta izah etsək belə bunlar diş pastalarını udurlar. Hətta dadları belə xoşlarına gəlib udan uşaqlar var. Mənim yaxınlarımda dəfə, yəni xoşu gəlir onu yeyib belə. Və biz ona görə elə bir tərkib seçməliyik ki, tərkibində qətiyyən kimyəvi maddə olmasın. Çünki uşaqların da elə bir yaş devirləri olur ki, hormonlarının inkişaf elədiyi devir, orqanlarının sürətli inkişaf elədiyi devir və bu yəni artıq miqdarda bu florid əlbəttə ki, bunda hormonların dəyişməsinə gətirir, çıxardır və ən əsası da mina çox zəif olduqda da bu həmin o tərkibində olan peroksid kimyəvi birləşmələrdirsə də, sulfatlardır, bunlar daha çox minanı zədələyir. Əgər uşaqlarda mina zədələnməsini gördüksə də, əlbəttə ki, burada daha çox kariyesə məruz qalırlar. Ksilitol var bütün diş macunlarında. Demək, ksilitol da çox önəmli. Yəni biraz əvvəl izah etdim. Tərkibində çox yüksək miqdarda ksilitol var və bilirik ki, uşaqlar daha çox şəkərli qidalarla qidalanırlar. Məsəl üçün, yəni indiki son belə deyim, həyat tərzimiz uşaqların normadan artıq şəkər qəbuludur, normadan artıq qazlı içəcəklərin qəbuludur. Hansı ki, həmin bu normal uşaqlar da diş fırçalamırlar belə və burada valideynlərə çox diqqətli olmaqlarını istəyirəm ki, uşaqlar hər gün diş fırçalamalılar. Çünki uşaqların diş fırçalamasalar ağızda bakteriyalar xüsusilə çoxalır. Əgər biz axşam diş fırçalanmayıbsa da və şəkərli qidalar, qazlı içəcəklər içilibdirsə də, burada bakteriyalar çoxalıbdır. Necə çoxalıbdır? Ağzımızdakı tüpürcəyimizdə olan bakteriyalar həmən şəkər qalıqlarıyla qidalanaraq ağızda çoxalır. Və bir uşaq yatırsa da, yenə səhər yuxudan oyanır və axşam yatanda bizim tüpürcək vəzimiz çox aşağı düşür və yenə də bakteriyaların çoxalmasına gətirir, çıxardır. Və burada çox önəmlidir, hörmətli əməkdaşlar, işlədiyiniz insanlara bunları elmi şəkildə izah etməyiniz ki, bu bakteriyalar çoxalır və çoxaldıqca da istər-istəməz diş minası zədələnir və bizim burada məqsədimiz 10%lik ksilitol. Hansı ki, görün nə qədər, yəni burada bizim macunda ksilitolun faizi çoxdur. Və bu ksilitolu bakteriyalar gördükdə və bunlar tələyə düşür, bakteriyaların sayı azalır. Və ən önəmli, məsəl üçün, bizim uşaq üçün diş pastalarımızda fərqli edən burada inulin var. İnulin prebiotikdir. Həmin bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan bakteriyalardır ki, yəni bu həmin o tuş mühitdə çoxalan bakteriyalar çoxalmasın. Yəni prebiotik olaraq burada daha üstünlüyü bundan ibarətdir. Və bundan əlavə burada çoban yastığı hidralatı var, maqnoliya var. Yəni bunlar da kariksin istər-istəməz qarşısını alan əsas ekstraktlardılar və ən önəmli də minanı möhkəmləndirirlər. Demək, məhsullarımız, iki cür məhsullarımız var, lakin tərkib hissələri eynidir və burada ancaq dad fərqinə görədir. Bunların da uşağın öz seçiminə buraxırıq ki, yəni hansı dadı hansı uşaqlar çox sevirsə də istifadə edə bilərlər. Burada əslində demək son deməzdim. Yəni bir nüansa da toxunmaq istəyirəm ki, hörmətli əməkdaşlar, mövsüm bizdə çox önəmlidir. İnsanlar yayda daha çox burada, yay və payız dönəmində daha çox diqqətli olmalıdırlar. Çünki yayda bilirik ki, insanlar yəni düzgün sağlam qidalanmayan həyat
tərzi olan insanlar daha çoxdur və insanlar yayda sərinləşsin deyə şəkərli içəcəklərdən daha çox istifadə edirlər. Dondurmadan çox istifadə edirlər və bunlar hamısı yayda insanların diş ətinin, diş minasının zədələməsi daha çox görülür. Hətta statistikaya belə nəzər yetiriblər ki, yay aylarının sonlarında belə diş əti zədələnməsi daha çox olur. Səbəbi bu içəcəklərin, bu yediyimiz qidaların mina eroziyasına gətirib çıxarır. Əgər biz düzgün seçim etməsək, məsəl üçün belə deyim ki, tərkibləri düzgün seçməsək, yəni o hal-hazırda insanların daha çox üz tutduğu marketlərdə və digər ticarət mərkəzlərində, rəflərdə gördüyümüz, yəni ucuz bir qiymətə diş pastaları var ki, onlara üz tutsalar və şəkərli içəcəklərdir, dondurmalar da hamısı üst-üstə yığılanda və onun öhdəsindən gələ bilmədikdə, hardasa bir 5-6 ildən sonra əlbəttə ki, onlar ilk olaraq stomatologların yanına gedəcəklər və o qənaət elədikləri az miqdarda məbləği küllü miqdarda həmin stomatoloqlara verməyə məruz qalacaqlar və payızda isə nə olur? Payızda immun sistemi çox zəifləyir, bilirik. Yəni bunu digər təlimlərdə də mən vurğulamışam ki, payız çox elə bir devirdir ki, istər-istəməz burada qan dövranı fərqli olduğu üçün immun sistemi zəifləyir. Bu bizim diş ətimizə əlbəttə ki, təsir edir. Çünki əgər ətində iltihabi bir proses varsa da yenilənmə baş vermir və immun sistemi zəif olan insanlarda da bu daha çox görülür və məktəb dövründə, yəni indi hal-hazırda uşaqların, hətta belə deyim, keçən dəfə öz oğlumun iclasındaydım, müəllimə belə bir şey vurğulayır ki, uşaqlar dərsdən çox ancaq yeməyə odaqlanırlar. Düzdür, əvvəllər belə şey yox idi və ona görə də uşaqlar daha çox tez-tez stomatoloqlara və digər pediatriyalara getməyə məruz qalırlar. Çünki uşaqlar daha çox yəni hər tənəffüsdə uşaqlar karbohidratla qidalanır. Nə bilim bir şəkərdir, bir konfetdirmi və yaxud da bir paketli bir qidadırmı? Bunlar həddindən artıq ağızda şəkər qalıqlarına gətirir, çıxardır və bu devirdə də bu məktəb dövründə də biz xüsusilə diqqətli olmalıyıq ki, ən azından həmin bakteriyalar çoxalmasın uşaqların ağzındakı bu karieslər yaranmasın və bakteriyaların çoxalmasının belə uşaqlarda da bilmirəm siz hiss etmisiniz yoxsa yox, uşaqlarda da ağız qoxusu gəlir. Qoxu dediyim kimi şəkər qalıqları qalır, bakteriyaların çoxalmasıdır və bizə ona görə elə bir uşaqlara tərkib hissəsi verilməlidir ki, kimyəvi tərkibi olmasın, həmin bakteriyalar məhv olsun və bakteriyaların məhv olması üçün də bizə ksilitol yüksək faizli lazımdır və bu da hal-hazırda Sabira Wellness'də 2 məhsul olaraq var. Və ona görə də bu yay-payız dönəminə mütləq xüsusi diqqət yetirilməlisiniz. Və nəticə olaraq, hörmətli əməkdaşlar, onu demək istəyirəm ki, gülüş dişlərimiz bizim vizit kartımızdır. Biz dişlərimizə gündə 2-3 dəqiqə vaxt ayırsaq, əlbəttə ki, 5 ildən sonra yüzlərlə manatlıq bu stomatoloji xərclərin qarşısını alacağıq. Hal-hazırda Sabira Wellness'də olan pastalarımız çox təhlükəsizdir, təbiidir və hər bir kəs üçün uyğun bir variantlarımız var ki, bunlar diş ağızda olan proseslərdən də söhbət gedir, uşaqlardan da, böyüklərdən də. Və sonda isə bunu demək istəyirəm ki, hörmətli insanlar, hər əməkdaşlar ümumi olaraq biz nə etməliyik? Hər bir şeyi, yəni elmi olaraq ağzımızda olan sağlamlığı insanlara başa salıb və sağlamlığımızın başlanğıcı belə ağzımızdan başlamasını ən əsası insanlara bunu izah etməliyik ki, gələcəkdə də bir çox yaranan problemlərin qarşısını alaq. Ümid edirəm maraqlı təlim oldu, hörmətli əməkdaşlar və bu təlimdən sonra keçid etmək istəyirəm ki, keçən təlimimizdə bəzi bir hal yaşandı ki, hansı ki bu revmatizm ilə, yəni mövzumuz onunla əlaqəli idi və orada bizim son slaydımız qalmışdı və orada demək
Biz danışdıq ki, revmatizm iltihabi bir proses olduğu üçün bizim dərimizə də, yəni digər bölgələrimizə də təsir edir. Lakin yəni mövzumuz dəri ilə əlaqəli olduğumuz üçün və revmatizmin əsas sistematik olaraq bizim dəri qurumamıza da gətirib çıxardı və son slaydda mən orada qida əlavələrini vurğulamışdım ki, biz məsəl üçün bu daha çox bu prosesdə hansı qida əlavələrinə üstünlük verməliyik? İlkin olaraq probiotik içilməlidir. Çünki dedik ki, revmatizm nədir? Revmatizm bir immun sistemin səhv işləməsidir və sistemin də immun hüceyrələrin də bağırsaqda yarandığı üçün və bizim əsas immun sistemimizin bağırsaq pərpası normal olması üçün ən önəmli qida əlavəsi bizim probiotikdir. Və probiotikin burada müddəti biraz uzun müddətli olmalıdır. Çünki bu iltihabi bir proses çox uzun çəkdiyi üçün, yəni bir ayla kifayətlənməməliyik. Və ən önəmli demək omega 3 hansı ki slaydda da yerləşdirmişdim ki, burada omega 3 çox önəmlidir. Hətta hansı ki omega 3 Sibir kətanınla olan, çünki burada sırf həm bitki tərkibli, həm heyvani tərkibli omega 3 olduğu üçün, konsentrat formasında olduğu üçün daha çox iltihabı mediatorları sakitləşdirir. Və ən önəmli burada sinkla selen idi. Həmin prosesdə bilirik ki, immun hüceyrələr üçün ən önəmli minerallardan, esensial, yəni əvəz olunmayan minerallardan sinklə seleniumdur. Sonra bir də orada yerləşdirmişdim maqnezium. Çünki immun hüceyrələr o qədər aktiv olur ki və burada kortizol hormonumuza da təsir edir və biz burada kortizol hormonumuzu əgər stabil saxlaya bilsək, yenə də burada immun hüceyrələrin daha aktiv olmasının qarşısını alırıq. Və qida əlavələri olaraq da bunlardan istifadə olunmalıdır. Və revmatizmi, yəni insanlar bəzən səhv salırlar. Ümumiyyətlə revmatizm deyəndə, yəni sonda bunu demək istəyirəm ki, revmatizm ümumi olaraq oynaqlarda, bağlarda olan bir iltihabi bir prosesdir. Lakin bax onun özünün növləri də var. Yəni bunu qətiyyən səhv salmayın. Məsəl üçün uşaqlarda revmatizm deyəndə burada streptokok bakteriyası var ki, çoxalır və bunu insan həmin streptokok zülalını bədən öz zülalı kimi görür, yəni səhv işləyir. Digərləri isə məsəl üçün revmatizmin növlərinə böldükdə revmatit artritdir, podagranın özüdür, lupusdur. Bu xəstəliklər də revmatizmə aiddir. Yəni revmatizm özü bir böyük bir evdir. Onun özünü xəstəliklər onun içindədir. Yəni belə deyim, uşaqlarda fərqlidir, böyüklərdə fərqlidir. Sırf olaraq oynaqda, toxumalarda gedən iltihabi bir prosesdir ki, hansı ki immun hüceyrələr öz hüceyrələrini düşman kimi görürlər və bədənə bu şəkildə təsir edir və bunu da səhv salmamanızı istəyirəm, hörmətli əməkdaşlar. Ümid edirəm maraqlı təlim oldu və hər biriniz yararlana bildiniz və ümid edirəm ki, bu təlim sizin iş həyatınızda daha da sizi uğurlara aparacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Mənə ayırdığınız vaxt üçün hər birinizə ayrı-ayrı təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə çox sağ olun.